sevdim seni, hiç var ayrılmaya. Bu sevgimizi koruya. Ne olar halımı bir bilsen, nece dözüm, nece sensiz. Ne olar gözyaşımı bir silsen, nece dözüm, nece sensiz. Kızım, mən elə demək istəmirdim. Nətər demək istəyirdin be ay bibi? Onu demək istəyirdin də. Ayıb olsun Mən gecə gündüz sizdən ötürü əlləşib vuruşuram ki, bir dənə içdiyim 5 manat, 3 manat köməyim olsun, dəstəyim olsun. Budur haqqı sayım. Birinci günlər yaxşı arvad olsaydı, özünə baxardı, sonra da ərinə baxardı. Onların belə vəziyyətdə olmağında mənim nədir günahım? Onun yaxşı ya pis olmağı sənə aidatı yoxdur. Bu onların öz işləridir. Ay bibi, sən sözün Mustafa'sını de görüm. Denən Mustafa'nı gedib dəyirmanı kuru gelib qaydırsan, gəlirsən. De görüm nə demək istəyirsən də. Mən bilirəm, İstəmirsiniz, mən darlıq eləyir yerim burada sizə. Mən ev tapıb gedərəm, heç nə olmaz. Onu demək istəyirsənsə, əziyyət çəkmə, qısa konkret denən. Ay qızım, sənə də söz demək mümkün deyil. Ay bibi, buna söz demirlər. Sən göz görə məni şərriysən. Bir dənə o qalıb deyəsən ki, sahibin ailəsini sən dağıtsan. Ne olur? Ne kırırsınız birbirinizi? Heç nə. Bibimdir də. Güya sənin ailəni kimsə dağıdır. Laleza, benim ailemi kim dağıdır? Əşi, kim dağıdacaq? Mən dağıdıram da sənin ailəni. Güya sənin ailəni mən dağıdıram. Ayıb olsun sənə. Ayıb mənə olmasın, ayıb sizə olsun. Bu boyda qıza yer tapamadınız bu evdə. Ne oluyor be? Bir başa sağlam Əşi, ha? heç nə olmuyor be, sən Allah ay sahib. Çıxıram gedəməyim mən. Çıxıram gedəm Az neysə. hara getsən? Niye sen bu evden sıra gidersin döysən? Gülnar sana nəsə deyib? Yo, Günlar... Ha, gedən vurma ağzını gözünü partladım. Əşi, Günlar heç nə deməyib. Düzdür, Günların da bu işdə az çox payı var. Amma istəmirlər də yeriniz dar eləyirəm da ay sahib. Ev tapıb çıxıb gedəcəm mən. Ay usta be, sen anama fikir vermeye qoca arvaddır. Ne kadar ki ben bu evdeyim, sen həmişə bu evdə qalacaqsan. Eşitdin məni? Yaxşı. Onda çıxın biraz bayra hava. Havam değişim. Havam. Gecə vaxtları tək getsən. Düş qabağımı mən də Əş, gedirəm. mənə yeməyəcəklər deyirəm. Gözlə mən də gəlirəm. Axşamınız xeyir. Axşamın xeyir. Heç kim yoxdur o evdə. Bəs mən nəyim? Adam deyiləm. Yox, mən elə demək istəmədim ki. Sakitçilikdir yəni. Nə yaxşı gəlmirsən? Cənnətin evi karvansara deyil ha. Ya bir dəfəlik gəldiyin kimi otur evində, ya da necə getmirsən, elə də get bir dəfəlik. Dedim,
Nərminənin ad günüdür bu gün. Mən də deyirəm, görəsən Sevda xanım bizim evimizə niyə gəlib? Nərmidən yuxarıdadır, keyfi də yoxdur. Niyə? Təkdir indi. Hə, təkdir, sənin sayəndə təkdir. Mənim niyə? Mən bilə-bilə eləmişəm bəyəm. Yığımsız yığımsız mənə boğaza da. Vallahi yığımsız. Bilmirəm əlinizdən neyiniyim. Sən yaxşı qadın olsaydın, ərvi yanında saxlaya bilsəydin. İndi bax, sən də belə qalmazdın. Mənim oğlum da türmədə olmazdı. Nə də Elçin qızımı belə bir gündə qoyub çıxıb getməzdi. Qızım o günə düşməzdi. Sənin caladığın o qız var ha. Onlar gələndən daha bu evin günü gündür. Bu evin sakibliyi çıxıb gedib. Sən bu evi heç belə sakit görmüşdün. Bu evi bu günə siz qoydunuz, siz. Cənnət xala, mən sizə neyləmişəm, hə? Mənim yaxşılıqdan başqa pisliyim deyib sizə. Yaxşılığın budursa, gör indi pisliyin nədir sənin. Cənnət xala, mən bura dava eləməyə gəlməmişəm. Day bundan artıq neyniyəcəksən sən mənə, hə? Elə deyib eləmirsən də, bəs deyil. Mənə deyirlər evə qayıt. Bunların elədiyi hərəkətə bax. Gecəniz xeyir. Nə oldu? İstədiyim kimi alınmadı, hə? Lazım olan xəbərləri yığıb gedə bilmədin. Heç bilməzdim getməyimi bu qədər arzulamışsınız. Nə iş danışsınlar? Mən başım çıxmır. Gedəndə sən, özünə haqlı çıxaran da sən. Cənnət xala, mən sizə neyləmişəm ki, evdən gedən kimi əşyalarımı yığmışsınız qapının ağzına? Nə danışsan? Nə əşya? Nə ağzıma gələni danışsan, səni? Elə işim gücüm qutarmışdı mənim, hə? Başqa bəhanə tapmırsan sən? Mən heç nəyi bəhanə eləmirəm. Hər şeyimi yığıb tökmüsünüz, dağıtmışsınız otağın ortasına. Heç gözləməzdim, heç. Sevda, gəldin evi dağıtdın. İndi də çıxıb gedirsən ki, Ayaza deməyə belə söz tapasan, hə? Arı yerdə mənə şər atırsan. Mən heç nə eləməmişəm. Otaq elə o gündə idi. Bilirəm, başa düşürəm. Siz məni heç vaxt istəməmsiniz, heç vaxt. Sən nə danışırsan? Sən axşam-axşam mənim şəkərimi qaldırmağa gəlmişsən bura. Az mən onsuz da öz günümə ölürəm burada. Sən danışdığımı fikirləşirsən. Nə dediyimi bilirsən Sevda. Bəsdir Sevda. Mən onsuz da əsəblərim yerində deyil. Tarıma çəkilib. Əl çəkin məndən. Sakit buraxın məni. Ay yox. Yəqin getdiyin yerdə sənin günün yaxşı keçir də. Ona görə bir bəhanə eləyib getmək istəyirsən. Getdiyin yerə yaxşı yox. Get. Başqa bəhanə axtarma. Külümü qoyub elə sənin gəlin başına. Külümü. Afət, yaxşı da, qurbansın, ağlama da, sənə qurban da. Hər şey dedim də orada da, yaxşı da ağlama, ağlama. Bax, sənə söz deyirəm, necə söz vermişəmsə elə də olacaq.
Əgər ki, bu olmazdı, uşaqlar da o yan bu yan eləsələr, xətrüvə dəysələr, mən bu evdən onları qovacam, vəssalam, şutamam. Sən bir dənə, sən getmə, vəssalam. Bu evdən getməsən, qurban olmuşsan. İndi bir iş idi, bir hadisə idi, indi bir külək idi də, gəldi, keçdi də. Həsdi keçdi. O boyda külək olar. O bir qasırğaydı. Aləm dəydi bir-birinə. Yaxşı da, afət, qurban olmuşsan, yaxşı da, yaxşı, özünə gəl, ağlama da, Amma xahiş. qurban olsunlar sənə. Sən də çox sağ ol da, çox sağ ol. Onların yanında mənə demədiyin söz qalmadı. Elə bil mən xəyanətkaram nəyə. Keçəndə də Elçin də yanında görə sifətlər elədin mənə. Dedim ki, o əzrafın adını yanında çəkmə də, vəssalam, şu tamam, bitdi də, söhbət bitdi. Xahiş edirəm da, ağlama, xahiş edirəm sənə. Ağlama da, gəl barışaq, gəl barışaq. Necə mehriban danışırdıq, gülürdük, elə də mehriban. Nə olur, xahiş edirəm, ağlama da, qurban. Yaxşı, yaxşı. Olmadı ki. Onda söz ver ki, bir də nə olsa mənə inanacaqsan. Baş üstə. Nə olsa sənə inanacaq. Onlar mənə adət yoxdur. Eşitdin? Söz versən. Söz verirəm, söz verirəm. Məsələn, barışdı qızım. Vəssalam şu tamam. Gözümün yaşını sildi. Şeydir, bilirsən də sabah daim olmaza görə gəlir. Ha. Gör saat neçə olub, hələ də gəlib çıxmayıblar. Laləzər xala, deyirəm bəlkə sən zəng eləyəsən. Mən zəng eləsəm, onsuz da cavab verməyəcək sahibi. Yaxşı. Aybala. Aybala, hardasınız? Gör saat neçədir? Gülnar da nigarandır. Aybala, sən də evli adamsan, subay deyilsən axı. Nə? Başa düşmədim. Nə deyirsən Aybala? Aybala, o nə musiqi səsləridir? Nə dedi? Hardadır? Dedi, Hardadır? dedi bugün evə gəlməyəcəklər. Sahib. Sahib. Ay sahib. Nə var ha, sahib? Sözün var, sözün dedi ha. Dünən də evə gəlmədim. Bilirəm, Südabi ilə idim. Mənə xəyanət eləyirsən? Südabənin adını bir dəstəşinə eşitdin? Burax ağrıyır. Cəhənnəm ağrısın, öləsən canın çıxar, eşitdin? Aybala, nə olur yenə? Hə, görmüsən, qudurub yenə. Sahib, Südabi hanı? Anket dolduran bir də gəldi da. Sənin nəyin lazımdır? Südabə hardadır, sahib hardadır? Necə yəni, nəyimə lazımdır? Biz ailə deyilik, Gülnar da sənin halalca arvadındır. Səhərə qədər yatmayıb, nigaran qalıb sənə görə. Zəhmət çəkib yatardı, başa düşdün, bugündən sonra öyrənin. Necə yəni öyrənin? Bu nə deməkdir?
Məni narahat edən bir məsələ var Elçin. Nə məsələdir, onda denən işim gücüm var, tez elə. Mən avara deyiləm, boş-boş belə otaqda oturub yazımızı edirəm. İşim gücüm var, tez elə. Sənin otaqda Sevda ilə danışdıqlarının hamısını eşitmişəm. Nədən danışmışam ki mən? Elçin, Sevdan sən dedikləri düz idi ya yox? Mən sənə söz soruşuram Elçin. Sevdan sənə dedikləri düz idi, hə ya yox? Ha, mən başa düşə bilməm. Sən nə eşitmirsən, mən nə danışmışam ki, nə deyib ki? Bilmədim mən. Nə deyəcək? Boyunbağı məsələsini. Sən o boyunbağını hardan almısan mənim üçün? Nə bilim, Sevda. Sevda da Sevda gündə 100 dənə söz danışır. Mən nə bilim, o nə edir? Hə, boyunbağını. Hə, boyunbağını. Sevda deyir ki, o boyunbağı onundur. Onundur ya yox? Onun deyilsə sən onu hardan almısan? Hə, evə gələndə sağ tərəfdə burada ət dükanı var. Girdim, gördüm 2 kilo belə dolmalıq ət var. Dedim, yanında da quyruq. Hardan olacaq? Qızıl satan qarabadan qızıl dükanından. Məsələn, mən sənə ciddi söhbət edirəmsə görmədim. Mənə bax, bütün mənə aldığın qızıl əşyaları, sırqaları, hər şeyi çıxartmışam, tullamışam bir qırağaya mən. Mən heç nəyə taxa bilmirəm. Elə bilirəm hamısı Sevdanındır, hamısı onundur. Mənə düzünü deyən, onundur yoxsa onun deyil. Ha qız, ya o Sevdanın baş tərəfdə, ya da sən... Əzizim, bilirsən, o qızıldan təkcə Sevda üçün dünyada istehsal olunmuyor. Ha, başqalarında da var hamıda. Ha, gündə bir söz danışacaqsan, mənim üstümə gələcəksən. Sən belə də, sən otur, özündən fikirləş. Fikrimi cəmlə, danışığımı bil, necə danışacaqsan, ondan sonra uşaq danışaq, bilmirəm. Mən hələ yedirəm, kimin də olacaq. Solmaz. Nəsə sözlü adama oxşayırsan, ey. Nə olub? Ay Cənnət bacı. Heç bilmirəm necə deyim sənə. Necə istəyirsən, elə də de. Bilirəm belə bir dərd çıxarıb birdən. Ay qız da görüm. Heç nə də deyirəm ki, bu günləri bir hərran fırran gəl bizə. Oturaq bir söhbət eləyək, danışaq. Nə olub? Hə? Cənnət bacı. Hə? Qoy deyim də. Dildə də görüm nə olub. Deyirəm ki, bugün bizə elçi gələcək. Elçi gələcək. Hə, Kimə? mənə. Sarfı da deyirsən, olmaz. Aa, Cənnət bacı, niyə gülürsən ki? Gülməli bir söz dedim ki. Xətrimə dəydin ha, Cənnət bacı. Nə olub, mənə elçi gələ bilməz? Vallahi olmaz. Vallahi özün bilərsən, bu ürək könül məsələsidir, yenə mən ətim. Alo, salam Rəna, işdəsən? Yaxşı, mən də gəlirəm klinikaya. Səhərə kimi yatmamışam, əsəbimdə, nəsə olub, nədir? Qərara gəldim ki, gəlim Sevda ilə danışım, ürəyim partlayır. Yaxşı, narahat olma. Neyiniyim, bu şərəfsizlər bizim yerimizi satıblar. Əsəbimdən partlayıram. Mən bu məsələni necə boş bıraxam? Mümkün deyil axı. Yaxşı, mən gəlirəm Sevda ilə danışım. Sonra səninlə də görüşərik. Yaxşı? Oldu, sağ ol. Ay Solmaz, sən Allah izah elə görüm, bu söz söhbət hardan çıxdı gəldi, hə? Belə baxanda da ki, bütün gün evdə eşikdə tapılmayan arvaddan elə belə də olardı. Başqa da var. Eyni Cənnət bacı. Yox, o mənim kərbim afət var ha. Demişdim ha, 11 dayısı gəlir, meyvə gətirir kətdən. Hə. İşte də, kişi məni görüb bir könüldən min könülə aşiq olub.
Yapışıb afətdən ki, evlənəcəm onunla. Nə deyirsən Cənnət bacı, nə məsləhət? Nə deyim, vallası olmaz. Bu könül məsələsidir. Bu kişinin neçə yaşı var? Kişinin Hə, 45-50. Nədir ki? nə danışsan ayız olmaz. Nə olub ki? Nə bilim, yenə özün bilərsən, vallahi yaş fərqi biz. Sənin ərə gedən nəvələrin var ya, maşallah, qabağında böyüyüb gəlib çatırlar. Yenə fikirləşəyəsi olmaz. Cənnət bacı, sən də qəribə adamsan. Nə olub mənim yaşıma? Maşallah, özümü 15 yaşındakı qız kimi hiss edirəm. Hə, düzdür, biraz cəmaat danışıb eləyəcək. Amma onsuz da cəmaat ilə həmişə nədənsə danışır da Cənnət bacı. Bir gün, 5 gün danışacaqlar, susacaqlar. Amma mənim ömrüm gedir, Cənnət bacı. Hə, elə fikirləşirəm ki, niyə mən tək qalım, ay Cənnət bacı? Sən nə deyirsən? Kişi də yaxşı kişidir, ha. Bax, gətdə nə qədər neçə hektarla torpağı, inəyi, qoyunu, quzusu, toyuğu, hinduşkası, mağazinləri, hər şey var. Belə imkanı nə tər lazımdır var. Kəndin içində özünə görə hörməti var, samballı adamdır. Daha indi nəsə olmaz. Bundan sonra sən heç bizi saymazsan da. Niyə saymıram Cənnət bacı? Elə demə, sən mənim belə canım ciyərimsən. İnşallah gedim yerləşim, səni də çağıracam, gəl ora. Yaxşı, bəs Elnur nə deyir bu məsələyə, hə? Elnur? Elnur? Vallahi nə bilim, Elnurdur da. Hər şeyi öyrəndim Sevda, hər şeyi. Sən necə şərəfsiz olduğunu, Elçinin necə şərəfsiz olduğunu öyrəndim. Utanmırsan sən? Elə bilirdin həmişə gizli qalacaq? Elə bilirdin üstü açılmayacaq? Sən nətər adamsan? Ailəmizin çörəyini yiyib ailəmizi boynu yerə soxdu, nə sən? Ayazın üzünə necə baxacaqsan sən? Biraz su iç, sakitləş. Eşidirsən? Sakitləş biraz. Bu saat mən qardaşıma zəng eləyəcəm. Qoy gəlib bir əlac çəksin. Qızı götürüb rayona aparsın. Bax, Südabə də onda rədd olub gedər rayona. Sahib də ağlını yığar başına. Yox, Laləzar xala zəng eləməyin. Südabəni bilmirsiniz. Sahibi qızışdıracaq, lap betər olar. Qoşulub çıxıb gedərlər. Hə, sən düz deyirsən. Ay qız, o gün ona 2 kəlmə söz dedim. Bilmirəm, o sözü necə şişirdi, evdən çıxdı, getdi. Düz deyirsən qızım, düz deyirsən. Yoxsa mən indi desəm, saat sahibi də götürüb evdən çıxıb gedər. Düzdür. Kamran, nə danışırsan sən? Görə sənin heç də nə xəbərin yoxdur da, hə? Elə bilirdim ömür boyu gizlin qalacaq da bu söhbət. Kamran, sən nə danışırsan? Mənim Elçinlə heç bir münasibətim yoxdur, heç bir. Sevda, gedib birinci hər şeyi Ayaza danışacağam. Qoy sənin kim olduğumu bilsin. Kamran, mənim heç bir günahım yoxdur, heç bir. Hamısı günahlar Elçindədir, şərəfsiz Elçində, vicdansız Elçində. Mən susmuşam, ona görə susmuşam ki bu vaxta qədər. Ailəm dağılmasın, ona görə susmuşam. Öz ailən dağılmasın, bəs məndən nə istədin? Məni niyə ayırdın sevdiyimdən? Hə? Səndən marağın var idi burada. Pul verirdi sənə için. Niyə satdın da bizim yerimizi, niyə? Məqsədin nə idi? Nə? Sizi Elçin satır? Mən bayaqdan havaya danışıram. Sən göğsündə xəbərin yoxdur. Elçinin ovucuna hər şeyi sən qoymusan, indi də özünü təmizə çıxartmaq istəyirsən? Sən nə tər adamsan? Kamran, sizin yerinizi mən niyə deyirəm ki? Mən indi səndən eşidirəm ki, Elçin sizi satıb. Kamran, bu dəqiqdir, kim dedi bunu sənə? Sən gör bilmirsən də Elçin Rövşən dostudur, hə? Xəbərin yoxdur da sən bundan. İndi də ağzından başqa söz almaq istəyirsən, hə? Gedib qoyasan Elçinin ovucuna, təzə planların var. Hamınız bizi bədbəxt deyədiyiniz üçün cavab verəcəksiniz. Sən də, Elçin də.
Allah sənə lənət eləsin. İştansız. Salam kızım, salam. Qapını niye açmışsın ay bala? Açıq idi da, keçərdi. Fikir vermedim. Dedim belki bağlıdır. Ay kızım, Solmaz geldi çatdı eve. Hə, elə indicə girdi içəri. Elə həyəcanlıdır ki, qaçdı tez hazırlaşmağa. Ne bil birinci defa gelir. Keçin, keçin. Hə, Sevda, nə oldu? Niyə sustun? Səsin çıxmadı. Ayaz hər şeyi ondan gizlətməyini biləndə onda nə olacaq? Nə cavab verəcəksən? Danış da, bayaqdan dayanmırdın. Elçin, sənə nifrət eləyirəm. Allah sənə lənət eləsin. Yaxşı, Sevda, yaxşı. Bax, o dediyin dərmanların hamısını mən götürdüm. Həkimə də nə deyirsən, elə də deyim. Məndə bir şey yoxdur. Başqa bir sözün varsa de. Yoxdur. Yaxşı, sağ ol. Nə olub Nərminə? Gözümə yaxşı dəymirsən. Nə olub sənə? Bəlkə də elədir Sevda, amma bax, sən mənim əzizimsən, canımsan, gözümsən, amma bilirsən də mən Nərminəyəm, sözün düzünü üzə deyənəm. Sənin də az günahın yoxdur bizim aramızın dəyməyində. Mənim niyə Nərminə? Mənim nə günahım var? Sən gərək deməzdin, nə deməzdin ki, o boyunbağdan səndə də var. Bax dedin, mənim ürəyimə xal saldın, indi bizim onunla aramız dəydi. Ürəyimə xal düşdü, şübhələndim. Nərminə, mən demədim ki, Elçin oğrudur. Mən dedim ki, bu qədər təsadüf ola bilməz. Yaxşı, yaxşı, hə, gəlin, gözləyirik. Yaxşı. Ne vaxt gəlirlər ay kızım? Elə Elnur idi da, deyir çatırıq az qalıb. Ne olur, bir yavaş. Özünü lap uşaq kimi aparırsan. Bu saat səni ərə vermir ki. Bir gəlsin görək kimdir, nəçidir, boyu buxunu necədir, yaraşır sənə, yaraşmır. Bir sakit ol, özvərlə. Cənnət xala, siz nə deyirsiniz ki mənim dayıma? Nə olub ki mənim dayıma başa düşmədim? Qızım, mən pis mənada demədim ki. Dedim bir gəlsin görək necə adamdır, nədir də, burada nə var ki? Deyirdin cavan adamdır da, hə? Sen otur başla. Dingil değil ya, ağlı değil. Buyursun. Geçti herkes. Sakin. Əyləş lan, əyləş. Salamünaleyküm. Solmaz, bunu sən üçün almışam. Cənnət xala belə də ki, xoş gəlmişsin. Sağ ol. Sağ ol. Buyur, əziz anam. Görürsən də daim ilk gündən sənə necə qayğı göstərir.
Çay zəhmət olmasa Afət, çay, çay. Sən nə şərəfsiz adamsan ha? Dünən dediklərim sənə ar olmadı? Çıxıb cəhənnəm olub getməmsən hələ sən bu evdən. Sən nə sürsən ha məndən, ha? Bax, susuram, deyirlər, qorxur. Danışıram, olmur. Bax, mən anana, bacına görə sənə hörmət qoyuram, ha? Yoxsa nə edəcəksən ki? Nə deyə bilərsən sən mənə? Sən birinci özünə hörmət elə, sonra başqalarını fikirləş, bildin? Kamran, ağzının danışığına fikir ver ha. Dünəndən deyirəm ki, bu uşaqla işim olmasın, bacı-qardaş arasında olan pərdə götürülməsin. Görürəm, yox, sən onu qanmaz dörsən. Sən qanırsan da, hə? Sən bilirsən kimi müdafiə edirsən, Kimi? hə? Bilirsən sənlərin kimdir? Kimdir? Kiməm ki, hə? Kamran bəsdir. Utanmırsan sən? Sən dünəndən ağzına gələni deyirsən bunlara, bu nədir? Böyle fikir bilmirsən, ayıb deyil sənə. Bu şərəfsiz, bu alçaq, Rövşənin dostudur. İndi rədd olub çıxıb gedərsiz. Az hədana əl çək. Yaxşı. Göndərəcəm. Yaxşı da oldu. Başımı xarab eləyib bu da yemənimi. Salam. Nə olub? Üzünüzdən zəhrimar yağır, nə olur? Ay qız, hələ arsız soruşursan da nə olur? Gecə hardaydın? Harda olacam? Bibim oğlundan idim. Deməyib bəyəm? Ay qız, əvvəla sahib ailəli, evli adamdır. Gecə vaxtı səhərə qədər onunla nə işin ola bilər? Ay bibi, sən də bilib bilmədən elə danırsan. Səhərə qədər mənim onun yanında nə işim var? Dilim ayağım dolaşır bir-birinə. Xahiş eləmişdim, ondan apardı mənim padruqamgilə qoydu. Özümü pis eləyirdim də ona görə. Özünü niyə pis hiss eləyirdin, hə? Evdə bu qədər adam var. Biz məyər sənə baxa bilməzdik, hə? Padruqamgildəydim ay bibi. Sən səbəbli pis elədim də özümü. Elə üstümə elə gəlirsən, elə hər şeydə mən günahkar. Nə olub? Sən mənim doğmamsan, bibimsən. Qardaşın qızınam sənin. Elə məni yadın ayağına versən. Südabə, sən bu qızı fağır görmüsən, bilirəm. Sən qardaşım qızından daha çox özünü başqa adam kimi aparırsan. Başqacı niyə ay bibi, başqacı niyə? Neynəmişəm ki? Bunların hamısının sahibi eşitsə, bax onda hər şey başqa cür olacaq. Bax, sənə axırıncı xəbərdarlığımdır. El eləmə ki, götürüb qardaşıma zəng eləyim. Eşitdin?